Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əziz ilahi xitablar verilişinin izləyiciləri, hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Bugünkü mövzumuz Bəqərə surəsinin 264-cü ayəsi barəsində olacaq. İlk növbədə ayənin tilavətini قاتكم بالمن والأذى كالذي ينفق ماله رئاء الناس ولا يؤمن بالله واليوم الآخر فمثله كمثل صفوان عليه تراب فأصابه وابل فتركه صلدا لا يقدرون على شيء مما كسبوا والله لا يهدي القوم الكافرين. Bura qədər Bəqərə surəsində iman əhlinə Allah Taala'nın xitabı barəsində danışırdıq siz əzizlərdən. Əgər diqqət etdinizsə, Allah Taala burada ibadi, ictimai, fərdi və sair məsələləri iman əhlinə xitab edərək bildirir. Verilişimizin əvvəlində dediyimiz kimi, bu ayələr düzdür ki, Allah Rəsulunun zamanında olan müsəlmanların həyatını dəyişmiş, onlarda bir İslami mədəniyyət oyatmışdır. Bugün də biz bu İslami mədəniyyətə öz evimizdə, öz cəmiyyətimizdə oyatmaq istəyiriksə, bu xitabların mahiyyətini, məzmununu başa düşüb əməl etməkdən keçir. Olduqca önəmli məsələlərə Allah Taala bu xitablarda işarə edir. O önəmli məsələlərdən də biri Allah Taala bu ayədə işarə edir. O da sədəqə məsələsi və sədəqənin minnətlə aradan aparmamaq lazım olduğunu Allah Taala vurğulayır. Ayə belə başlayır. Ya eyyuhəllezine amenu la tubtilu sadaqatikum bil manni. Ey iman gətirənlər, ey Allah Rəsuluna təslim olan müsəlmanlar, verdiyiniz sədəqələrinizi minnətlə aradan aparmayın. Ayədə keçən ibtal mənası la tubtilu. Yəni, puç etmək, aradan aparmaq nəzərdə tutulur. İslam elmlərində, məxsusən ilahiyyat elmdə ibtal deyilən bir anlayış var. Yəni, insan əməl edir, ibadət edir, Allahın buyurduqlarını yerinə yetirir. Lakin sonradan elə bir əməl edir ki, bu əməli, əvvəlki yaxşı əməlin tam olaraq aradan aparır. Və sanki bu heç vaxtı yaxşı əməli etməyib kimi Allahın huzuruna gələcək qiyamət günü. Buna görə İslamda, məxsusən Qur'an-ı Kərimdə və digər ayələri də buna işarə edəcəyik. Əməl etmək düzdür önəmlidir. Əməl etməyə təşviq edir Qur'an-ı Kərim. Xeyir əməl edin, xeyrə tərəf tələsin. Amma bundan da önəmli, bu əməli qoruyub saxlamaqdır. Yaxşı əməli qoruyub saxlamaq da Qur'an-ı Kərimin təkid etdiyi məsələlərdəndir. Niyə görə? Çünki Allah Taala Qur'an-ı Kərimdə istəmir insanlar yalnız və yalnız yaxşı əməl etsinlər və yaxşı əməlin arxasında nə olur olsun. Yox, bunu istəmir Allah Taala. Allah Taala istəyir ki, yaxşı əməlin insan nəticəsini də görsün, arxasında olanı da görsün. Buna görə Allah Taala buyurur ki, verdiyiniz sədəqələri minnət etməklə batil etməyin. Batil etməyin. Yəni, sanki siz indiyə qədər heç bir sədəqə verməmsiniz, əgər bu işi görsəz. Baxmayaraq ki, yəni fiziki olaraq siz böyük bir məbləği bağışlasaz da, amma bu iş minnət qoymaq, əziyyət vermək olsa, Allah Taala'nın nəzərində sanki bu iş görülməmiş kimi nəzərə çarpır.
Minnətdən məqsəd qarşı tərəfi borclu bilməkdir. Yəni sən sədəqə verirsən kiməsə, minnət qoyursan, yəni onu artıq sən özünə borclu bilirsən. Ayənin ikinci hissəsi əziyyət verməkdir. Yəni Allah Teala buyurur ki, sədəqələrinizi minnət və əziyyət verməklə puça çıxarmayın. İki dənə əsas əxlaqi məsələyə işarə edir. Minnət necə baş verir? Əziyyət necə baş verir? Ümumən minnət dediyim kimi, yəni qarşı tərəfi özünə borc bilmək. İnsan köməklik edir, ondan nəsə umur, salam, təşəkkür. Bu onu borclu hesab etməkdir. Əziyyətdən məqsəd budur ki, insan kiməsə köməklik edir. Etdiyi köməkliyi başqasına deyir ki, mən ona kömək etmişəm. Bu ona psixoloji cəhətdən, ruhi cəhətdən verilən əziyyətdir. Yəni, sən elə hər dəfə deyirsən ki, mən filan kəsin əlində tutmuşam. Ya onun özünə deyirsən, ya tərəflərinə deyirsən. Çox maraqlıdır ki, Allah Teala bu əməli şirk hesab edir. Ayənin davamını oxuyaq. Ey iman gətirənlər, sədəqələrinizi özünü cəmaata göstərmək məqsədi ilə xərcləyən, Allah və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puça etməyin. Bunun məsəli, Allah Teala misal çəkir. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq halda salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. Burada sədəqələrini, etdikləri yaxşılıqları minnət və əziyyətlə puça çıxardanların misalı Allaha şərik qoşan, qiyamət gününə şərik qoşanların misalı kimidir. Nə oxşarlıq var bu əməli yerinə yetirənlə kafirin, Allahı inkar edənlərin? Baxın, kafir də hər hansı bir əməli ona görə edir ki, bu dünyada şöhrət olsun, bu dünyada ondan faydalı aparsın. Əgər iman əhli etdiyi əməldən yalnız bu dünyada gözləntisi varsa, yalnız bu dünya həddindən ondan gözləntisi varsa, bu əməli cəhətdən, baxış cəhətdən bu həmən kafirə bənzəyir. Odur ki, Allah Teala burada bizlərə, iman əhlinə bunu xitab etmək istəyir ki, verdiyiniz sədəqələrin minnətlə, əziyyətlə puça çıxarmayın. Etdiyiniz yaxşılıqları kafirlər üçün, Allaha iman gətirməyən şəxslər üçün insanların gözünün önünə riyakarlıq cəhətdən təqdim etməyin. Ümidvaram inşallah etdiyimiz xeyir əməlləri həm xeyir əməl etmiş olaq, həm də etdiyimiz xeyir əməli inşallah sağlam formada Allahın huzuruna aparanlardan olaq inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.